ölkə düşünün, Avropa Şurası ondan uzaqlaşır, Amerika siyasi məhbuslarından danışır və şərt qoyur ki, siyasi məhbuslarını azad et, sənə silah satım. Dünyanın mediası isə azad sözün boğulduğundan danışır. Amma AXTV hər şey əladır deyir. Yaxşıdırsa, niyə Azərbaycan beynəlxalq arenada getdikcə təklənir? Niyə ölkədən gənclər çıxmaq istəyir? Niyə insanlar açıq danışmağa qorxur, çəkinir? Niyə tənqid edən ya susturulur, ya şərlənib həbs edilir, ya da xain statusu verilir? Qardaş, strateji tərəfdaş, dost ölkə adlandıranların çoxu neyi sevir əslində? Bu xalqı, yoxsa bu ölkənin qazını, pulunu, sərvətini sevir? Beynəlxalq siyasətdə dostluq yox, maraq var. Çox vaxt dövlətlər Azərbaycanın güclü cəmiyyəti olan biri kimi yox, sadəcə iqtisadi və enerji resurslarının malik olan bir ölkə kimi görür. Pul varsa dostluq, qaz varsa strateji tərəfdaş, maraq bitəndə isə münasibətlər də soyur. Avropa Şurasında baş verənlər bunu göstərir ki, illərlə dostluq deyənlərin bir qismi bu səsvermədə Azərbaycanın əleyhinə mövqe tutur. Sosial mediada və bəzi beynəlxalq hesabatlarda belə iddialar göstərilir ki, xarici investorlar və biznes dairələri Azərbaycanda hüquqi mühitin qeyri-sabitliyindən narahatdır. Əsas narahatlıq isə qərarların şəffaflığı, hüquqi təminat və biznes üçün sabit qaydalar. Çünki bir investor üçün əsas məsələ qazancdan əvvəl güvəndir. Əgər bu güvən zəifdirsə, nəticədə iqtisadi deyil, ümumi beynəlxalq etimadın da azalmasına ola bilər. Bu ölkədən neftdən milyardlar qazanılır, bəs niyə sadə insanın gündəlik həyatı bu qədər çətinləşir? Dünyada güclü dövlətlər qorxu ilə yox, qanunla, azadlıqla və ədalətlə ayaqda qalır. Bu ölkəni susanlar yox, danışmağa cəsarət edənlər dəyişdirmək istəlir. Susmaq həll deyil, çünki susduqca problemlər də böyüyür. Sən də tarixdə qalmaq istəyirsənsə susma.